Salam, hər vaxtınız xeyir. Bugünkü izahımız Avropanın gölləri və Avropanın çayları mövzusunda olacaqdır. Deməli, Avropa ərazisindən keçən çayların mənsəbləri və onların hansı dövlətlərin arasından keçdirilməsi haqqında məlumat verməyə çalışacağam. Başlayaq Avropanın, belə deyək, Rusiya ərazisində olan çaylarından. İlk çayımız Peçora çayıdır ki, təxmini bu ərazilərdə deməli, yerləşir və tökülür Rusiya ərazisindən axaraq Barens dənizinə. Daha sonra Şimali Divyana çayı yenə Rusiya ərazisindən axır, amma tökülür Ağ dənizə. Bu çay deməli tökülür Ağ dənizə bu ərazidə təxminən. Daha sonra Oka və Kama çayları gördüyümüz kimi xəritədə bu ərazidən gəlir, birləşir. Bunlar Volqanın qollarıdır. Volqa çayı da Xəzərə tökülür, Rusiya ərazisindən gəlir. Hər ikisi birləşir burada Volqa formasında. Belə deyək, Volqa çayı qolları olaraq birləşir və Xəzər dənizinə tökülür. Daha sonra bu ərazidə Ural çayı var. Ural çayı gördüyümüz kimi bu ərazidən Rusiya ərazisindən axır gəlir, Qazaxıstan ərazisində tökülür, deməli Xəzərə. Deməli mənsəbi Qazaxıstanda yerləşir, Qazaxıstanın Xəzər dənizi sahillərində. Daha sonra Don çayı. Don çayı ərazicə Rusiyanın ərazisində yerləşir və Azov dənizinə tökülən bir çaydır. Sırf Rusiyanın ərazisində yerləşir. Təxminən bu ərazidən gəlir Azova tökülür. Daha sonra Dnepr çayı gördüyümüz kimi Dnepr çayı Qara dənizə tökülür və keçir Rusiyanın ərazisindən, daha sonra Belarusiyanın, deməli bu ərazidən daxil olur. Rusiya, Belarusiya və gəlir sonda Ukraynanın ərazisindən, Belarusiya burada, Rusiya, Belarusiya və Ukrayna ərazisindən daxil olur. Deməli Qara dənizə. Qara dənizə deməli Ukrayna sahillərində tökülür. Daha sonra Dnestr çayı yerləşir. Dnestr çayı yerləşir harda? Deməli Ukrayna və Moldova ərazisi. Ukrayna və Moldova ərazisindən keçərək Qara dənizə tökülən bir çaydır. Ukrayna, Moldova ərazidən iki dövlətin arasında yerləşir. Daha sonra deməli Dunay çayı. Bu çaylar arasında ən mürəkkəb belə deyək, relyefi olan, çay dərəsi olan Dunay çayıdır. Çünki bir sıra Avropa ölkələrinin ərazisindən keçir. Buna görə diqqətli olmağa çalışaq. Dunay çayı Avropada belə deyək, ən uzun çaydır və bu çay, daha doğrusu Mərkəzi Avropada ən uzun çaydır. Bu çayın keçdiyi əraziləri ardıcıl olaraq dövlətləri sayıram. Diqqətlə baxaq. Almaniya ərazisindən başlayır. Deməli Almaniyadan başlayır və burada görünür. Dunay çayının keçdiyi ərazi. Gəlir burada Qara dənizə tökülür. Deməli Almaniya ərazisindən başlayan bu çay. Konkret olaraq xəritədə baxaq. Daha sonra keçir Avstriyanın ərazisinə. Almaniyadan keçir Avstriyaya. Təbii ki, bəzi səhvlər ola bilər, çünki sxematik təsvir edirəm. Sonra Slovakiyanın ərazisinə görürük burada. Deməli, Almaniyadan Slovakiyaya. Sonra buradan keçir Macaristana. Macarıstandan Xorvatiya ərazisinə. Xorvatiyadan gördüyümüz kimi bu ərazidə Serbiyaya. Serbiya ərazisindən Rumuniyaya. Rumıniya ərazisindən Bolqaristana. Bolqaristandan yenidən Rumıniya ərazisindən keçərək Moldova və daha sonra isə Ukrayna ərazisindən gəlir tökülür Dunaya. Deməli ardıcıl olaraq Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Xorvatiya, Serbiya, Rumıniya, Bolqaristan, Moldova və Ukrayna dövlətlərinin ərazisindən keçir Dunay çayı. Daha sonra burada yerləşən çaylardan hansılar? Deməli, qısa çaylardan, belə deyək, uzunluğu daha az olan çaylar, Sivir və Neva çayları var. Sivir çayı və Neva çayı hər ikisi tamamilə Rusiyanın ərazisində yerləşir. Sivir çayı Onega və Ladoqa göllərini birləşdirir. Onega gölündən başlayır və Ladoqa gölünə tökülür. Mənsəb Ladoqadır, Rusiyanın ərazisidir. Neva çayı isə yenə Rusiyanın ərazisində yerləşir bütövlükdə. Ladoqa gölündən, bu ərazidən deməli başlayır, Fin körfəzinə tökülür Neva çayı.
Daha sonra Duagava çayı var. Duagava çayı. Bu çayı başqa sözlə Qərbi Divina adlandırırlar və bu çayın qərb variantı belə deyək. Qərbi Divina adı başqadır. Çaşdırmasın testlərdə düşə bilər. Rusiyanın deməli ərazisindən baxaq xəritədə. Rusiyanın, Belarusiyanın və Latviyanın ərazisindən keçərək tökülür. Deməli, Riqa körfəzinə. Rusiya, Belarusiya və Latviya ərazisində tökülür. Burada Riqa körfəzinə. Bu Fin körfəzi, bu üstdə bu ərazi. Deməli, bu isə Riqa körfəzidir. Burada tökülür. Deməli, hara? Riqa körfəzinə. Latviyanın ərazisində. Daha sonra burada var Neman çayı. Neman çayı. Deməli, Neman çayı birbaşa tökülür Baltik dənizinə, keçir deməli Belarusiya, Litva və Rusiyanın ərazisindən. Belarusiya, Litva, Rusiya. Deməli, bu ərazidən başlayaraq, deməli, burada Rusiyanın kiçik bir hissəsi var gördüyümüz kimi, bu rəng. Deməli, bu rəngdən ərazisindən tökülür Baltik dənizinə. Belarus, Litva və deməli Rusiya ərazisindən sonra Visla çayı var. Visla çayı birbaşa Polşa dövlətinin ərazisindən Baltikə tökülür. Burada görünür Visla çayı. Daha sonra var burada hansı çay? Odra çayı var. Odra çayı deməli yenə Polşa ərazisindən tökülür. Deməli, daha doğrusu Almaniya ərazisindən tökülür. Amma ki bu çay keçir Çexiyanın, Polşanın və Almaniya ərazisindən keçərək tökülür Baltikə. Yəni mənsəb Almaniyadır, AFR-dir. Daha sonra Elba çayı var burada gördüyümüz kimi Elba çayı. Elba çayı keçir deməli Çexiya və Almaniyanın ərazisindən. Çexiya və Almaniyanın ərazisindən birbaşa olaraq tökülür Şimal dənizinə. Bu əraziyə. Bu Baltik, bu Şimal dənizidir. Daha sonra var burada hansı çay? Deməli, Reyn çayı Avropada bu çaylara nisbətən uzunluğu çoxdur. Reyn çayı daha doğrusu dövlətin ərazisindən keçir. Reyn çayının keçdiyi dövlətləri sayıram. İsveçrədən başlayan Reyn çayı, deməli, Avstriya və Liechtenstein ərazisindən keçir. İsveçrədən buradan başlayaraq Avstriyaya, oradan bu ərazi, deməli, İsveçrə, Liechtenstein, Avstriya, buradan başlayaraq Almaniyanın ərazisinə və buradan Niderlandla gedir hara? Deməli, Şimal dənizinə tökülür. Mənsəb Şimal dənizi. Daha sonra Temza çayı var, görünür burada. Böyük Britaniyada yerləşir və tökülür Şimal dənizinə. Axımı yəni belədir. Bu istiqamətdə Şimal dənizinə tökülür, bir dövlətin ərazisindədir. Sonra Luara çayı var. Bu ərazidə, bu ərazi Fransanındır, belə deyək, Fransanın Luara çayı tökülür Biskay körfəzinə, bu ərazinə, Fransanın ərazisində yerləşir birbaşa. Sonra Sena çayı var, Sena çayı da Fransa ərazisində yerləşir, amma Lamanşa tökülür, Lamanş boğazına tökülür. Daha sonra Ebro çayı görürük, Ebro çayı deməli yerləşir İspaniyanın ərazisində, tökülür Aralıq dənizinə. Aralıq dənizinə. Daha sonra Doura və Taxo çayları hər ikisi İspaniya və Portuqaliyanı keçərək tökülür Atlantik okeanına. Rona çayını görürük biz burada. Lion körfəzinə tökülən deməli bu çay keçir deməli İsveçrə və Fransanın ərazisindən tökülür. Lion körfəzinə, yəni Aralıq dənizinə və bir də Po çayı var ki, İtaliya ərazisindən Adriatikə tökülür. Adriatik dənizinə bu çay tökülür. Deməli, birbaşa İtaliya ərazisindən Po balığından başlayaraq tökülür. Bu hissədə İtaliya aralı Adriatik dənizinə. Bu Avropanın gördüyümüz kimi çayları. Keçək Avropada yerləşən göllərə. Avropanın ərazisi belə deyək, buzlaq göllərin üstünlüyü ilə seçilir. Çünki daimi donuşluq ərazisi olduğuna görə. Deməli, Avropa ərazisində yerləşən gölləri sayaq. Avropada yerləşən göllərdən deməli, şimaldan başlayaraq saysaq, İnnari və Sayma gölləri var. Hər ikisi gördüyümüz kimi buzlaq mənşəli göldür. Finlandiya dövlətinin ərazisində yerləşir.
Finlandiya. Bu dövlətin daha sonra Venerin və Vetterin gölləri var. Hər iki göl görürük burada. Hər ikisi yerləşir deməli İsveçin ərazisində. İsveçin hər ikisi şirinsulu göldür, buzlaq mənşəli göldür. Həmçinin Innari və Salma da. Çünki buzlaq mənşəli göllər adətən şirinsulu olur, yəni axarlı olur. Onegana, Ladoga da yenə buzlaq mənşəli göllərdir, həmçinin şirinsuludur və yerləşir Rusiyanın ərazisində. Burada kiçik göllər var, Kaili gördüyümüz kimi və Çud gölü. Bunlar yerləşir Estoniyanın ərazisində. Daha sonra Rusiyanın ərazisində yerləşən Elton və Baskunçay göllərini görürük. Bu göllər tektonik mənşəli göllərdir, duzludur. Duzlu göllərdə axarı yoxdur və buna görə də Rusiyanın ərazisində yerləşir. Bunu da yadda saxlayaq. Cenevra gölünü görürük. Cenevra gölü yerləşir deməli hansı dövlətin ərazisində? Baxaq. Cenevra deməli gölü yerləşir Fransa və İsveçrə ərazisində. Bu ərazidə yerləşir. İkisinin ərazisində də düşür Cenevra gölü gördüyümüz kimi. Daha sonra var burada Boden gölü. Boden gölünü görürük. Boden gölü yerləşir İsveçrə və Avstriya, həmçinin Almaniya ərazisində. Deməli İsveçrə, Avstriya, Almaniya bu ərazidə yerləşən bir göldür. Balaton gölü sırf Macarıstan ərazisində yerləşir. Burada görürük bunu. Deməli Macaristanda yerləşir və bu göl tektonik şirinsulu göldür. Macaristanda yerləşir. Boden gölü də şirinsuludur. Cenevra gölü də şirinsuludur göldür. Qarda göldə yerləşir İtaliyanın ərazisində. Buzlaq belə deyək dağ uçqun mənşəli göldür və şirinsulu göl hesab olunur. İzahımız bu qədər.